Aloşki. Necəsiz aşklarım? Bu qız işlənmiş şəkər detoksunun ikinci gününə başladı. Özümü heç ac hiss eləmədiyim üçün 2 dənə balaca bananı əzirəm. Üstünə qatıq töküb bu mənim səhər yeməyim olaraq yeyirəm. Qəribə bir cümlə oldu. Neysə, siz başa düşdünüz. Ondan sonra əsas məsələ təbii ki, günümü kofe ilə açmalıyam. Əvvəllər hətta mən günümü birbaşa olaraq kofe ilə açırdım və mədəm çox pis ağrıdı, xəstələndi. Ondan sonra səhərlər ən azından ağzıma bir şeylər atıram. Burada da Erosu çıxartdım, biraz gəzsin, qaçsın, öz-özünə dəli kimi başıma fırlanır. Dolanım başına, dolanım. Artıq acıdığım üçün spagetti elədim və üstünə tuna balığı tökdüm. Bunu da yeni öyrənmişəm və çox xoşuma gəlir dadı. Dəhşətizm dərəcədə xoşuma gəlir. Nə vaxt ki, belə ekstra bir şeylər hazırlamaq istəmirəmsə, tez-bazar bunu hazırlayıram və yeyirəm. Ondan sonra yenə ürəyim nəsə istəyir. Deyirəm, ay Allah, görsən nə istəyirəm? Meyvə. Bəli, kiçik bir boşqab, kiçik, şübhəli meyvə boşqabı hazırlayıram və bunu da yeyirəm. Sonra, evet, işte o an. Türk kofesi hazırlayıram özümə, amma sadə, şəkərsiz. Hazırladım. Ondan sonra keçirəm ən nifrət elədiyim şeyə. Paltarları qatlamaq. Ay Allah. Ev işlərində bircə dənə eləmək istəmədiyin şey nədir deyə soruşsalar, o da paltar qatlamaqdır. Burada biraz Eros'la sevgi dolu anlar yaşayırıq. Sonra Alp gəlir evə və ad günündə nə hədiyyə aldığımı bilir və hədiyyəni öncədən aldığımı da bilir. Evi ələk-vələk edir hər gün ki, tapsın onu. Ondan sonra deyirik, neyniyək? Axşam yeməyi. Axşam yeməyi yeyəndən sonra neynirik? Alpişkonun canı tatlı çəkir və TikTokda gördüyü şeyi mənə atır və mən deyirəm, bunun içindəki şokolada baxın. Allahım! Amma mən yemədim. Allah haqqı yemədim. İkinci gündən artıq özümü Survivor'da kimi hiss edirəm, amma olsun. Sabah görüşənədək öpdüm.